Hər birinizi xoş gördük dəyərli 11-ci siniflər. Bugün sizlərlə 11-ci sinif abituriyent jurnalının 2026 buraxılışının riyaziyyat suallarının izahına baxacaq. Videoya keçməzdən öncə deyim ki, buraxılış imtahanının tarixləri açıqlandı. 11-ci siniflər 9 martda və 15 martda imtahan verəcək. Qeyd edək ki, artıq 40 gün kimi bir vaxt qalıb. Bu 40 gündə nələr etmək lazımdır, nələr etsək bizə fayda sağlayar, onlardan biraz bəhs edəcəm. İlk növbədə stresə, həyəcana düşməməliyik. Bu haqda YouTube kanalımızda yetər qədər video var. Biz bilməliyik ki, stres, həyəcan bizə heç bir üstünlük verməyəcək. Yəni sadəcə özümüzü yoracaq. İkinci olaraq artıq təkrarları gücləndirməliyik, daha çox təkrar etməliyik. Üçüncü olaraq mütəmadi sınaqlar işləməliyik. Bəzi testlər, necə deyirlər, lord desək, oradan buradan testlər işləyərək hər bölmədən savadımızı gücləndirməliyik. Dördüncü məsləhətim isə ondan ibarətdir ki, bizim WhatsApp qrupumuza qatılaraq orada müxtəlif testlər, müxtəlif ödənişsiz dərslər, videoizahlar və s. izləyə bilərsiniz. Həmçinin ən yeni təhsil xəbərlərindən də xəbərdar ola bilərsiniz. İndi keçək abituriyent jurnalının izahına.